Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiya'i vel murselin. Nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ecma'in. Allahümme allimna ma yenfa'una ve enfa'na bima allamtana ve zidna ilma. Rabbi şrahli sadri ve yessirli emri ve ahlul uqdeten min lisani yefkahu kavli. Emma ba'd. İnşallah Buluğul Maram kitabının şerhine devam edirik. Bugün götüreceğimiz inşallah hadisler 3 hadis olacak bugün inşallah. 3 hadis götüreceğiz. Ve bu hadislerin heresinin ünvanı, mevzusu başkadır. Birinci hadisin ünvanında Şeyh Abdullah Fevzan hafizahullah buyurur ki: Es-semeku vel-ceradu izâ mâta fî mâin فَاِنَّهُ لَا يَنْجُسُ. Diyor ki balık ve çeyitge suda ölerse o su necis olmaz. Balık ve çeyitge suda ölerse hemin su necis olmaz. An İbn Ömer radıyallahu anhuma قال رسول الله sallallahu aleyhi ve sellem uhillet lena meytetani ve deman. فأما الميتتان فالجراد والحوت وأما الدمان فالطحال والكبد. Abdullah İbni Ömer radıyallahu anhuma'nın rivayet ettiği hadiste Peygamber sallallahu aleyhi ve sellem buyurur ki bize 2 ölü ve 2 kan halal edildi. 2 ölü ve 2 kan halal edildi. فأما الميتتان fel-ceradu vel-hut. Ama 2 ölüye geldikte ise onlar çeyitge ve balıktı. Ve emmeddemen, ama 2 kan ise ciğer ve dalaktı. Ciğer ve dalak. Hadisi İmam Ahmed rivayet edip hemçinin İbn Mace ve hadisin isnadında İbn Hacer rahimehullah buyurur ki zayıflik var. İbn Hacer rahimehullah buyurur ki bu hadisin isnadında zayıflik var. Abdurrahman İbni Zeyd İbni Eslem'in olmasına göre. Bu isnadda Abdurrahman İbni Zeyd İbni Eslem'in olmasına göre Abdullah İbni Ahmed, İmam Ahmed'in oğlu Abdullah buyurur ki Semi'tu ebi yudaife Abdurrahman. Diyor ki işittim ki atam Abdurrahman İbni Zeyd İbni Eslem'i zayıfletir. Onun zayıf olduğunu deyir. Ama Daraqutni ve Beyhaqi rahimehumullah deyirlər ki, bu hadisi həmçinin Süleyman İbni Bilal Zeyd İbni Əsləmdən rivayet edib. O da İbn Ömer radıyallahu anhumadan mevkuf olarak rivayet edib. Mevkuf olarak ne demektir? Yani İbn Ömer radıyallahu anhumanın sözü olarak. İbn Ömer radıyallahu anhumanın sözü olarak rivayet. Peygamber sallallahu aleyhi ve sellemin sözü olarak yok. İbn Ömer radıyallahu anhumanın sözü. Mevkuf o hadistir ki sahabeye çatır. Sahabenin sözü olarak sahabede dayanır. Ama merfu ise Peygamber sallallahu aleyhi ve selleme çatan hadistir. Peygamber sallallahu aleyhi ve sellemin sözüne, Peygamber sallallahu aleyhi ve sellemden sabit olan söze merfu hadis deyirlər. Ama mevkuf ise sahabenin sözüdür. Ve burada da Beyhaqi, hemçinin Daraqutni rahimehullah deyirlər ki hadis İbn Ömer radıyallahu anhumanın sözü olarak bu rivayette bu isnadla rivayet olunub. Yani Süleyman İbni Bilal Zeyd İbni Əsləmdən, o da İbn Ömer radıyallahu anhumadan. Daraqutni rahimehullah buyurur ki doğru olan da budur. Doğru olan, yani sahih olan da budur. Ve hemçinin Beyhaqi rahimehullah buyurur ki bu isnad sahih isnaddır. Buyurur ki ve huve fi ma'nel musned. Bu da sahih isnaddır. Mevkuf rivayet sahih isnaddır ve müsned, yani Peygamber sallallahu aleyhi ve selleme çatan manadadır. Neye göre? Şimdi onu açıklayacak. Buyurur ki Şeyh Abdullah Fevzan hafizahullah der ki ve hadal mevkuf lehu hukmur rafa. Der ki bu mevkuf, yani sahabede dayanan hadis hükmü merfu'dur. Yani Peygamber sallallahu aleyhi ve selleme çatan hükümdedir. Peygamber sallallahu aleyhi ve sellemin sözü hükmündedir. Necə ki bunu Beyhaqi rahimehullah da belə buyurur.
İbn Qayyim rahimehullah buyurur ki: "Hâzâ hadisun hasan." Deyir ki, bu həsən hədisdir. Deyir ki, "Və hâzəl mevquf fi hukmil merfu'." Deyir ki, bu mevquf, yəni sahabənin bu sözü Peyğəmbər sallallahu aleyhi və səlləmə çatan hökmdədir. Peyğəmbər sallallahu aleyhi və səlləmdən bizə gələn hökmdədir. Nəyə görə? Deyir ki, "Li'anna qawlas sahabi." Çünki sahabənin sözü ki, "Uhillə lənə kəzə və hurrimə aleynə kəzə." Yəni sahabənin deməsi ki, bizə filan, yəni bu formada, yəni bu şey bizə halal edildi və yaxud da bu şey bizə haram edildi. Sahabənin bunu deməsi yansarifu ilə ihlalin nəbi sallallahu aleyhi və səlləm və təhrimihi. Birbaşa, yəni zehinlər hara yönəlir? Peyğəmbər sallallahu aleyhi və səlləmin halal etməsinə və Peyğəmbər sallallahu aleyhi və səlləmin haramlaşdırmasına. Allah-u Teala'nın izni ilə. Nəyə görə? Çünki səhabə heç vaxt özü özlüyündən nəyinsə halal və yaxud da nəyinsə haram olunduğunu deyə bilməz. Əgər səhabə deyirsə ki, bizə halal edildi və bizə haram edildi, deməli, nə deyib? Bu Peyğəmbər sallallahu aleyhi və səlləmin halal edib və yaxud da haram etməsidir. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, sahabələrə filan şey halaldır, filan şey haramdır. Və buradan bildik ki, İbn Həcər rahimehullahın bu fəsildə gətirdiyi bu hədis, hansı ki Peyğəmbər sallallahu aleyhi və səlləmə çatan hədis, isnadında zəiflik var. Artıq bu hədisi bu isnaddan götürmürük, qəbul etmirik. Amma İbn Ömər radiyallahu anhumaya çatan hədis isnadında, mevquf hədisin isnadı səhihdir. İsnadı səhihdir. Necə ki Daraqutni və Beyhaqi rahimehumullah dedilər. Və bu isnad, mevquf isnad səhih olduğuna görə və alimlər deyirlər ki, bu sözləri sahabə özü özlüyündən deyə bilmədiyi üçün birbaşa Peyğəmbər sallallahu aleyhi və səlləmin sözü olması bilindiyi üçün bu isnadın hökmü mərfu hökmdədir. Yəni Peyğəmbər sallallahu aleyhi və səlləmə çatan hökmdədir. Çünki sahabə heç vaxt özü özlüyündən nəyinsə halal və yaxud da haram olduğunu deyə bilməz. Yalnız Peyğəmbər sallallahu aleyhi və səlləm demədikcə. Sonra Şeyx Abdullah Fevzan hafizahullah buyurur ki, "El-hadisu delilun ala tahrimil meyte." Hədis deyir ki, ölünün haramlığına dəlildir. Nəyə görə ölünün haramlığına dəlildir? Çünki burada balıq və çəyirtkə istisna olundu. Deməli, ölülər haramdır və balıq və çəyirtkənin istisnasından bildik ki, bütün ölülər haramdır, yalnız balıq və çəyirtkədən başqa. Və artıq bu balıq barədə də Əbu Hureyra radiyallahu anh'ın hədisi birinci hədisdə keçmişdi. Hansı ki Peyğəmbər sallallahu aleyhi və səlləm dəniz haqqında buyurdu ki, "Huvat-tahuru ma'uhu el-hillu meytetuh." O, yəni dəniz suyu təmizdir, paktır, ölüsü də halaldır. Və həmçinin Allah Teala Quran-ı Kərimdə buyurur ki, "Uhillə lekum saydul bahri və ta'amuhu mata'an lekum və lis-seyyara." Deyir ki, həm sizə, həm də səfərdə olanların faydalanması üçün dəniz ovu və onu yemək sizə halal edildi. Və başqa hədisdə, Cabir radiyallahu anhudan gələn hədisdə buyurur ki, Cabir radiyallahu anhu "Gazavna ceyşel xabat və emiruna Əbu Ubeydə fəcu'na cev'an şədidə." Cabir radiyallahu anhu deyir ki, biz deyir, Xabat qoşununa qarşı çıxdıq, yəni döyüşə çıxdıq. Və əmiruna Əbu Ubeydə, əmirimiz də Əbu Ubeydə radiyallahu anhu idi və biz şiddətli şəkildə acdıq. Aclıq gəldi, şiddətli şəkildə aclıq gəldi. Deyir ki, "Fəəlqal bəhru hutən meyyitən ləm nara misləhu." Deyir ki, dəniz bir dənə balığı çölə atdı və biz onun mislində balıq görməmişdik. Yəni onun böyüklüyündə, onun mislində balıq görməmişdik. Yuqalu lahu el-ambar. Deyir ki, o balığa ambar balığı deyilir. Fəəkelnə minhu nisfə şəhr. Cabir radiyallahu anh buyurur ki, biz həmin balıqdan yarım ay yedik. Həmin o bir balıqdan deyir ki, yarım ay yedik. Fəəxəzə Əbu Ubeydə azmən min izamihi fəmərrər rakibu təhtəhu. Deyir ki, Əbu Ubeydə radiyallahu anhu o balığın sümüklərindən birisini əlinə götürdü. Deyir, minikdə gedən insan o sümüyün altından keçirdi.
Görün nə qədər böyük idi ki, həmin balıq. Deyir ki, minikdə gedən insan həmin sümüyün altından keçirdi. Deyir ki, Cabir radiyallahu anhu, فَلَمَّا قَدِمْنَا الْمَد۪ينَةَ ذَكَرْنَا ذَٰلِكَ لِلنَّبِيِّ sallallahu aleyhi ve selleme فَقَالْ Deyir ki, biz Mədinəyə qayıtdığımız zaman bunu Peyğəmbər sallallahu aleyhi ve selleme dedik. Peyğəmbər sallallahu aleyhi ve sellem dedi ki, Kulu rizqan əxracəhullahu ləkum at'imuna in kana ma'akum. Peyğəmbər sallallahu aleyhi ve sellem onlara deyir ki, Allahın sizin üçün çıxartdığı ruzidən yeyin, əgər sizdə ondan yenə varsa, ondan bizə də yedizdirin. Və sahabələrdən də bəziləri ondan bir pay gətirdilər Peyğəmbər sallallahu aleyhi ve sellemə və Peyğəmbər sallallahu aleyhi ve sellem də ondan yedi. Bu hədisdə dəniz ölüsünün halallığına dəlil var. Peyğəmbər sallallahu aleyhi ve sellem həmin ətdən tələb elədi və ondan yedi. Nəyə görə? O insanların, bu vəziyyətə düşən insanların, səhabələrin nəfslərini, qəlblərini rahatlamaq üçün ki, həqiqətən bu balığın halallığında şək yoxdur. Və Peyğəmbər sallallahu aleyhi ve sellem özü üçün də bunu yeməyə razıdır. Və həmçinin hədis dəlildir ki, mütləq olaraq çəyirtkəni yemək də halaldır. İstər ovlanaraq ölsün, istər kəsilərək, istərsə də özü-özlüyündə ölmüş olsun, çəyirtkəni yemək halaldır. Ümumi hədisin mənasına görə, ümumi hədisə görə. Yalnız burada istisna var. İstisna nədir? Əgər çəyirtkə bəzi zəhərli maddələrlə öldürülərsə, çəyirtkələri çox olduğu zaman bəzən zəhərli maddələrlə öldürürlər. Zəhərli maddələrlə öldürürlərsə bu haramdır. Çəyirtkəyə görə yox, ondakı o zəhərli maddəyə görə. Öldürülmüş olan, yəni o ilə öldürülən o zəhərli maddəyə görə. Və həmçinin də deyir ki, balıq da həmçinin. Balıq özü-özlüyündə halaldır, lakin bəzi öldürücü maddələrlə dənizə qarışmış bəzi öldürücü maddələrlə balıq ölərsə, onu da yemək haramdır. Balığa görə yox, yenə də həminki öldürücü maddəyə görə. Onda olan zərərli maddə və öldürücü maddəyə görə. Və həmçinin də hədis, şeyx buyurur ki, hədis ciyərin və dalağın yeyilməsində halallığı bildirir. Hədis dəlildir ki, ciyər və dalaq, baxmayaraq ki, ciyər də, dalaq da təkcə qandan ibarətdir. Qandır, amma halaldır. Qanlardan istisna olunandır. Qan ümumiyyətlə haramdır. Bu iki şey istisnadır, halal olmasını bildirir. Bu da elm əhlinin icması ilə ciyər və dalaq halaldır. Və sonra şeyx buyurur ki, Əl-hədithu dəlilun alə ennəs-səməkə vəl-cərarə izə mətə fī məin fə innəhu lə yəncüs. Həqiqətən deyir ki, hədis dəlildir ki, balıq və çəyirtkə bir suyun içərisində ölərsə, həmin su nəcis olmur. İstər su az olsun, istər çox olsun, istər suyun rəngi iyi və yaxud da tamı dəyişmiş olsun, həmin o balığın və yaxud da çəyirtkənin səbəbi ilə o su nəcis olmur. Çünki həmin su dəyişsə də, rəngi və yaxud iyi və yaxud da tamı dəyişsə də, nəcasət səbəbi ilə dəyişmiş sayılmır. Təmiz bir şeylə dəyişmiş sayılır. Və İbn Həcər rahimehullahın da bu hədisi bu babda, yəni bu fəsildə gətirməsinin də səbəbi budur. Yəni sular fəslində nəyə görə gətirib? Ona görə ki, bunu bəyan etmək üçün ki, əgər çəyirtkə və yaxud da balıq suda ölərsə, həmin su nəcis olmur. Daha doğrusunu Allah bilir. Sonra Şeyx İbn Hüseymin rahimehullahın bu hədisə olan bəzi faydalarına baxırıq. İbn Hüseymin rahimehullah buyurur ki, Peyğəmbər sallallahu aleyhi və səlləm burada daha doğrusu səhabə buyurdu ki, uhillət lənə meytətən. Uhillət lənə meytətən. Səhabə dedi ki, bizə iki ölü halal edildi. Burada İbn Hüseymin rahimehullah buyurur ki, əgər Peyğəmbər sallallahu aleyhi və səlləm deyərsə ki, uhillə lənə əv nuhinə ən kəzə, bizə halal edildi və yaxud da biz filan şeydə qadağan edildik və yaxud da filan şey bizə əmr edildi, əgər bu sözləri Peyğəmbər sallallahu aleyhi və səlləm özü deyərsə, ki, burada fail Allah əzzə və cəllədir. Yəni, halal edən, qadağan edən, əmr edən və yaxud da haram edən Allah əzzə və cəllədir. Əgər bunu Peyğəmbər sallallahu aleyhi və səlləm deyirsə.
Yəni burada mənası nə olur? Əgər Peyğəmbər sallallahu əleyhi və səlləm deyərsə ki, "Uhillət lənə", bizə halal edildi, yəni əhəllallahu lənə, yəni Allah bizə halal etdi. Əgər səhabə deyərsə ki, "Uhillət lənə əv nuhina an kəzə əv umirna bi kəzə", səhabə deyərsə ki, bizə halal edildi və yaxud da bizə qadağan edildi və yaxud da bizə əmr edildi və yaxud da bizə haram edildi deyərsə səhabə, burada qəsd olunan Peyğəmbər sallallahu aleyhi və səlləmdir. Qəsd olunan Peyğəmbər sallallahu aleyhi və səlləm. Əgər səhabə bu sözləri deyərsə, yəni Peyğəmbər sallallahu aleyhi və səlləmin halal və yaxud da haram deməsi bilinir burada. Çünki səhabə özü-özlüyündən heç vaxt belə bir söz deyə bilməz. Nəyinsə halal və yaxud da haram olduğunu deyə bilməz. Lakin şeyx buyurur ki, bu elm əhlində hökmən mərfu adlanır. Mərfu nə idi? Peyğəmbər sallallahu əleyhi və səlləmə çatan hədisdir. Amma bu hədis isə səhabənin sözü isə bu formada deməsi hökmən mərfu sayılır. Yəni mərfu hökmündədir, amma özü-özlüyündə mərfu olmasa da mərfu hökmündədir. Və faydalardan həmçinin İbn Hüseymin rahimehullah buyurur ki, "Ənnən Nəbiyyə sallallahu əleyhi və səlləm la yemliku en yuhallil ev yuharrim illa biiznillah." Peyğəmbər sallallahu əleyhi və səlləm nəyisə halallaşdıra və yaxud da haramlaşdıra bilməz Allahın izni olmadan. Buna görə Peyğəmbər sallallahu aleyhi və səlləm o vaxt ki Xeybər günündə dedi ki kim bu iki ağacdan, yəni sarımsaq və yaxud da soğandan yeyərsə məscidimizə yaxınlaşmasın. Bunu Peyğəmbər sallallahu aleyhi və səlləm deyəndə bəzi insanlar dedilər ki, hurrimət, hurrimət. Bəzi insanlar dedilər ki, sarımsaq və soğan haram edildi, haram edildi. Və bunu eşidəndə Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, İnnəhu leysə li təhrimu mə əhəllallah. Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, Allahın halal etdiyini haramlaşdırmaq mənə aid deyildir. Və Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, leysə iləyyət təhrim. Təhrim etmək, yəni haramlaşdırmaq mənə aid deyil. Bəl ət-təhrimu iləllahi əzzə və cəllə. Əksinə haramlaşdırmaq Allahın işidir, Allaha aiddir. فإذا أحل الرسول شيئا أو حرم شيئا علمنا أن الله قد أذن له. Eğer Peyğəmbər sallallahu aleyhi və səlləm bir şeyi halallaşdırarsa və yaxud da haramlaşdırarsa biz artıq bilirik ki Allah ona izin vermişdir. Bunun mənası o deyil ki, yəni Peyğəmbər sallallahu aleyhi və səlləm bir şeyin halal olduğunu dediyi zaman və yaxud da haram olduğunu dediyi zaman biz onda deyək ki Allah'tan dəlil hanı ki Allah ona izin verib ki filan şeyi halal və yaxud da haram deyilsin. Peyğəmbər sallallahu aleyhi və səlləmin sözü bizim üçün kifayətdir ki Allah Teala artıq ona izin vermişdir bu sözü deməsinə. Lakin bilirik ki yalnız Allah Teala'nın izni ilə Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki filan şey halaldır, filan şey haramdır. Ona görə Peyğəmbər sallallahu aleyhi və səlləm insanlar deyəndə ki sarımsaq və soğan haram edildi. Peyğəmbər sallallahu aleyhi ve sellem dedi ki, İnnehu leysə li təhrimu mə əhəllallah və ləkinnəhə şəcəratun əkrahu rihəhə. Peyğəmbər sallallahu aleyhi ve sellem dedi ki, Allahın halallaşdırdığını haramlaşdırmaq mənə aid deyildir. Lakin o ağacın iyini mən xoşlamıram. O ağacın iyini mən xoşlamıram. Bu da dəlildir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm nəyisə haramlaşdırmağa Allahın izni olmadan malik deyildir. Sonra şeyx faydalardan buyurur ki, Ənə cəmiə heyvanətil bəhr halal. Deyir ki, dənizin ümumi ayəyə görə dənizin bütün heyvanları halaldır. İstər insan surətində olsun, istər vəhşi heyvan surətində olsun, istər it surətində olsun, şəklində, formasında olsun, ümumi ayəyə görə Allah Teala buyurur ki, Uhillə ləkum saydul bəhri və ta'amuh, dəniz ovu və onu yemək sizə halal edildi və bu ümumi ayəyə görə bunların, dəniz heyvanlarının hamısı halaldır. Və sonra şeyx faydalardan buyurur ki, ciyər halaldır. Hətta ciyərdən qan damlasa belə, damcılasa belə. Lakin şərt nədir? Şərt budur ki, həmin ciyər şər'i surətdə kəsilmiş heyvanın ciyəri olmalıdır. Yəni, hər bir ciyər yox,
haram formada kəsilən heyvanın, yəni şər'i formada kəsilməyən heyvanın ciyəri, yəni hər şey artıq haram olur. Burada qəsd olunan şər'i formada kəsilən heyvanın, yəni ciyəri halaldır. Baxmayaraq ki, ciyər nədir? Qandır. Bu qanlardan istisna olunandır. Yaxşı, şeyx burada buyurur ki, onda deyək ki, yəni ürək barəsində nə deyirsiniz? Şeyx buyurur ki, kəsdikdən sonra ürəyin içərisində qan olur. Görürsən ki, heyvanın ürəyini kəsirsən, görürsən içində qan qalıb. Yaxşı, o qan barəsində nə deyirsiniz? Şeyx buyurur ki, məlumdur ki, kəsdikdən sonra heyvanın ürəyində, içərisində insan kəsdiyi zaman görür ki, qan var. Bu nəcisdir yoxsa təmizdir? Halaldır yoxsa haramdır? Şeyx buyurur ki, həmin qan təmizdir, pakdır və halaldır. Və yaxşı, insan deyə bilər ki, limədə ləm yuzkar fil hədis? Yaxşı, istisna olaraq nəyə görə bu hədisdə o ürəyin içərisindəki qan istisna olunmuyub? Qanlar içərisində yalnız ciyərlə dalaq istisna olunub. Şeyx buyurur ki, nəqul liənnə dəməl qalbi xafiyyun və leysə zahira kəlkəbidi və tihal. Deyir ki, ürəyin içərisindəki o qan gizlidir, zahir, açıq, aydın, yəni ciyər və dalaq kimi bilinən qan deyil. O deyir, damarların içərisində qalan qan kimi gizlidir. Və şeyx buyurur ki, ona görə bizdə qayda var ki, cəmi'ud dəmilləzi yəkunu bə'də zəkəti halalun tahirun. Deyir ki, şər'i formada kəsildikdən sonra o heyvanın bədənində qalan bütün qanlar halaldır. Şər'i formada kəsilir, artıq o axan qan axıdılır və bədənində qalan, o ürəyin içərisində və yaxud da damarlarda qalan bütün qanlar halaldır. Və şeyx buyurur ki, hətta qazana qoyub bişirdiyi zaman qazanın içi qırmızı olsa belə, rəngi dəyişsə belə. Çünki deyir, artıq şər'i formada artıq kəsildisə, o heyvan tam olaraq bütövlükdə halal sayılır. İxlasla.com saytı tərəfindən təqdim olundu.